Zərf. Zərf hərəkətin müxtəlif cəhətdən izah edən nitq hissəsidir. Zərf cümlələr əsasən feilə aid olaraq onun tərkibini, zamanını, yerini, miqdarını bildirir. Məsələn, yaxşı danışır, çox oxuyanda, yuxarı getmək, dünən gəlin və s. Görsən bunların hamısı feilə aid olur. Yəni yaxşı danışır. Yaxşının özü sifətdir. Amma burada bizdə feilə aid olub deyə zərf olur. Sonra zərflər necə, nə cür, nə zaman, haçan, nə vaxt, hara, nə qədər və s. suallarına yadda saxlamaq lazımdır ki, zərflər həm təsvirlənən, həm də təsvirlənməyən feillərə aid olur. Məsdər feili, sifət feili bağlamaya və təsvirlənən feillərə. Dünən gəlirdi, indi getib. Dünən gəlirdi, indi getməliyəm kimi cümlələrdə zərf təsvirlənən feillərə aid. Gəlirdi. Buradakı feil təsvirlənəndir. Bir dəqiqə. Gəlirdi, indi getməliyəm. Bunlar təsvirlənən feillərdir. Dəfələrlə demək və məsdər. Asta-asta gələndə feili bağlama. Cəsarətlə danışan feili sifət. Bu birləşmələrdə təsvirlənməyən feillərə aid. Zərfin quruluşca növləri. Zərf quruluşca sadə olur. Sadə düzəltmə mürəkkəb olur. Sadə zərflər bir kökdən ibarət olur və leksik şəkilçisi olmur. Ümumiyyətlə bu bütün nitq hissələrinə aiddir ki, sadə olanda bir kökdən ibarət olur və leksik şəkilçisi olmur. Məsələn, dünən, indi, hələ, yenə, sonra. Bu bir dənə kökdən ibarətdir. Biz əlavə söz yoxdur ki burada. Düzəltmə zərflər kök və leksik şəkilçidən ibarət olur. Yəni yeni söz yaranır. Türkçə, Almanca, Rusca, casına, lalə, ən, yana, yəni, anə. Bunlar zərf düzəldən şəkilçilərdir. Türkçə, qəhrəmancasına, zorla, güclə. Gücün özü isimdir. Gücünə, güc. Amma güclə olanda necə güclə danışırdı, zorla oxuyurdu. Və burada o zərf olur. Demək, gün, ay, həftə, il, qış tipli isimlərə o əvəzliyinə dadə şəkilçisi artırmaq zaman zərfi düzəltmək olur. Gündə, ildə, qışda, onda, qışda, yayda, payızda. Bunlar hamısı daxildir. Zaman zərfi düzəldir. Zaten göründüyündən özün bilirsin. Zərf bütün əsas nitq hissələrinə aid olub, onu izah edə bilər. Məsələn, indi tərəvəyəm. İsimdir. 5-dir, mənəm, gecdir, gəlirəm. Bütün nitq hissələrinə aid ola bilir, onu izah edə bilir. Sonra lalə şəkilçisi kimi tələffüz edilir, təlaşla, nanlə daha doğrusu. Lalə, nanlə kimi tələffüz edilir, təlaşla, talaşla. Cəsarətlə, cəsarətlə. Lalə, casına, carcə, ən şəkilçiləri vurğu qəbul eləmir. İnatla, hiləgərcəsinə, türkcə, daxilən. Bunlara vurğu düşmür. Zərf düzəldən lalə, cacə, dandən, dadə, caqcaq şəkilçiləri homonim şəkilçilərdir. Anə, ən, anə, yana, yanə şəkilçiləri alınmadı. Yəni bizim öz dilimizə aid deyil. Bu şəkilçilər ilk saiti uzun tələffüz olunur. Arifanə, zarafatçıyana, dahiyənə. Görsən ilk saiti anə, arifanə. Bax, görsən uzanma işarəsi qoyublar. Dahiyənə, zarafatiyana. Bu uzun tələffüz olunur biraz. Diqqət. Zərf düzəldən şəkilçilərin digər oxşar şəkilçilərdən fərqi. Anamla getdim. Qələmlə, maşınla, nə ilə salınacaq? Lalə amma burada namusla, həvəslə. Namus ilə demir ya. Həvəslə, namusla deyirik. Qələmlə, amma qələm ilə deyə bilirik. Qələm ilə də deyə bilirik, qələm ilə də deyə bilirik. Namus ilə olmur. Dadə, dandən. Dadə, dandən. Biri var zərf düzəldən şəkilçi, bir də var yerli və çıxışlı hal şəkilçisi. Yerli hal dadə, çıxışlı hal dandən. Evdə, sinifdən. Bunlar hal şəkilçilərdir. Birlikdə, ucadan. Bunlar həm uca nədir? Məsələn, sifət. Uca necə uca? Amma ev isim məsələn. Cacə ədatı zərf artırılır. Astaca, sakitcə. Cacə ədatı sifətlər artırılaraq çoxaltma dairəsi yaradır. Zorbaca, körpəcə, belə. Mürəkkəb zərflər. Mürəkkəb zərflər ən azı iki sözün birləşməsindən əmələ gəlir. Bu bütün yenə əsas nitq hissələrinə aiddir. Mürəkkəb zərflər bitişik, defislə və ayrı yazılır. Defislə yazılan
Mürəkkəb sərflər. Eyni sözün, eyni sadə sözün təkrarlanması ilə az-az, tez-tez, çox-çox, qaça-qaça, bir-bir. Antonim və ya yaxın mənalı sözlərin yanaşı işləməsi ilə gec-tez, orda-burada, əvvəl-axır, hərdən-birdən, başdan binadan belə. Sonra yönlük hal bir dəqiqə. Yönlük hal şəkilçisi qəbul etmiş bir sayına digər miqdar sayların artırılması deməyin belə 5-ə 1000 məsələn. Tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən söz. İçin, dizin, azmaz. Bu məsələn, azmaz nədir? Maz deyə bir söz yoxdur axı. Az var, amma maz yoxdur. İçin. İçin sözü də yoxdur. Yəni belə ayrılıqda cümlə içərisində işlədə bilmirik. Məsələn, için danışırdı. İçin ağlayırdı deyirik, amma için ağlayırdı zat deyə bilmirik də. Düz gəlmir. Bitişik yazılan mürəkkəb sərflər. Müxtəlif mənalı sözlərin birləşməsi ilə addım başı, at üstü, göz ucu, üz yuxarı, hərdən bir, ara bir, babə bitişdiricisi hissəci iştirak ilə təkrarlanan sözlər. Yan-bayan, üzbəüz, günbəgün, taybatay. Ayrı yazılan mürəkkəb sərflər. Dilimizdə bəzi sərflər var ki, onlar ayrı yazılır. Hər gün, hər an, bu zaman, bu an, bu vaxt, bu saat, ilk dəfə, biraz, bir qədər, bir neçə. Bugün, bu an, bu vaxt tipli sözlər o vaxt bir yerdə götürüb zərf olur ki, iki tərəfdə ayrıca işlənə bilməz. Bugün rayona gedirəm. Ne zaman? Bugünü unutma olmaz. Bunlar ayrı yazılır. Amma bunu zərf kimi götürə bilmirik. Bugünü. Nə etmək olmaz? Unutma olmaz. Nəyi? Günü. Hansı günü? Bugünü. Bugün rayona gedirəm. Nə edirəm? Gedirəm. Hara rayona? Kim mən? Hara rayona? Nə vaxt, nə zaman? Bugün. Aha. Növ və növ, rəngbərəng, rəngarəng, cürbəcür kimi sözlər zərf deyil, sifət hesab edilməlidir. Bax, bunları əzbər yadına saxla. Bunlar çünki adam başını qatır. Testlərə falan çox salırlar bunlar. Aha. Bu sözlər zərf deyil, sifət kimi hesab edilməlidir. Dükanda rəngbərəng şalvarlar vardı. Bax, görsən, burada sifətə rəngbərəng şalvarlara aid. Şalvarlar nədir? İsimdir. Yəni, burada ona görə rəngbərəng şalvar olanda hərəkətə aid olmur da rəngbərəng. Məsələn, rəngbərəng qaçırdı zat demək olmur da zərflə heç cürə nüqtələr əlaqələndirmək olmur. O hal bitişdiricisinə yaranan mürəkkəb sözlər isimdir. Məsələn, qaça-qaç, basa-bas, gəl-ha-gəl, vur-ha-vur. Məsələn, qaça-qaç zərfdir, amma qaça-qaç zərf deyil, isimdir. Sonra zərfin mənalı növləri. Hərəkət izah etmə cəhətdən asılı olaraq zərflər müxtəlif mənalı növlərinə bölünür. Tərz hərəkət zərfi. Hərəkətin necəliyini bildirir, ümumiyyətlə necə yerinə yetirilib, nətər olub, necə, nə cür, nə tərzdə suallarına cavab verir. Məsələn, o sənə təəccüblə baxırdı. Akif inatla susurdu. Necə susurdu? İnatla susurdu. Bunun hərəkətin tərzini soruşur da. Bax, bu bizim feilimizdir. Bu susurdu bizim feilimizdir. İnatla onunla bağlı olan zərfdir. Necəliyini bildirir. Bax, bu bizim bu zərfimiz, bu sifətimiz, daha doğrusu üzrsən feilimizin necə olduğunu bildirir. Aha. Cavad hiləgərcəsinə gülümsəyirdi. Tərz hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirir. Məsələn, gözəl danışmaq, yaxşı bilmək, bu da yenə necəliyini bildirir. Görürsən, gözəl danışmaq, necə danışmaq, necə sualına cavab verirsən, deməli bu tərz hərəkət zərfidir. Sadə tərz hərəkət zərfləri yaman, təkrar, dürüst, çətin, yaxşı, pis, sərrat, səlis, gözəl, əla. Bu gözəlliyi əgər zərfdə verilirlərsə, bu o demək deyil ki, bu sifət deyil. Bax, bir var gözəl danışmaq, bir də var ki, gözəl qız. Gözəl qız burada isimlə bağlı olduğu üçün sifət olur. Gözəl danışmaq amma feillə bağlı olduğu üçün bu zərf olur. Düzəltmə zərflər qəhrəmancasına, surətlə, daxilən, yanaki, çəpəki, dostyanə, ağayana, zarafatcasına və s. Mürəkkəb zərflər, tərz hərəkət zərflər, addım başı, at üstü, daban basma, həzin-əzin, birdən birə, tez-tez və bu kimi şeylər. Birdən sözü həm zaman, həm də tərz hərəkət zərfidir. Həm də sakin işlənə bilər. Məsələn, birdən gecikər ha, o birdən qışqırdı. Bax, burada yenə necəliyini bildirib. Dəqiqən aşağı olmur. Olmur. Neyse, bax, hani o birdən qışqırdı. Necə qışqırdı? O zaman olmur ki. Nə vaxt qışqırdı? Birdən olmur. Amma birdən gecikər ha. Nə dərlər? Gecikərlər. Kim? Onlar. Nə vaxt, nə zaman gecikərlər? Birdən. O zaman məsələn, gec qaldılar da. Anlaşıldı? Və burada bir də var say kimi. Birdən ikini çıxma olur. Burada bir sözünü hallandırıblar da. Hallandırmıyorlar amma yəni sən elə fikirləş ki, birdən ikini çıxırlar. Aha. Sonra gəl zaman zərfləri. Hərəkətin icra olduğu zamanı göstərir. Adından da bəlli olduğu kimi nə vaxt, nə zaman haçan suallarına cavab verir.
Mən hələ də kitab ala bilməmişəm. Hələ də. Nə vaxt hələ də? Yenə göy üzünü duman bürüyüb. Nədir bürüyüb? Aranı göy üzünü. Nə bürüyüb? Duman. Nə vaxt, nə zaman? Yenə. Sadə zaman zərfləri dünən, indi, indişil, yenə, daim, axşam, səhər, gecə, sabah, bayaq, sonra və s. Düzəltmə zaman zərfləri hələlik, çoxdan, hərdən, ondan, gündə, ildə, ayda, ildə, yayda, qışda, mürəkkəb və s. Mürəkkəb zaman zərfləri gündən günə, kəlmə başı, haçanda maçana, ara bir, əvvəl, axır, ayba ay, anba an, ara sıra və s. Yer zərfləri hərəkətin icra olduğu yeri bildirir. Adından da məlum olduğu kimi. Hara, haraya, harada, haradan suallarına cavab verir. Ağsaqqal bir adam içəridə oturmuşdu. Harada oturmuşdu? İçəridə. Sadə yer zərfləri aşağı, içəri, yuxarı, irəli, geri, ora, bura, yaxın, uzaq, sağ, sol və s. Düzəltmələr ortalıqda, aralıqda, içəridə, çöldə, bunların hamısı düzəltmədir. Mürəkkəb yer zərfləri. Ora, bura, yan yönə, yan yörə, dala qabağa, o tərəf bu tərəfə, sağ sola və s. İrəli, geri, içəri, yuxarı, aşağı, bəri sözləri yönlü, yerli çıxış hallarında, yəni A, yönlü yal A şəkilçilərini qəbul etdikdə yer zərfləri olur. İrəliyə, yuxarıda, bəridən, geridən, harda, hara irəliyə, hara yuxarıda, harda daha doğrusu. Sonra gəlir miqdar zərfləri. Hərəkətin miqdarını, dərəcəsini bildirir. Nə qədər, nə dərəcədə sualına cavab verir, cavab olur. Az, çox, azacıq, 1-ə 2, 1-ə 5, qismən, dəfələrlə, bütünlüklə, az, çox kimi sözlə ifadə olunur. Sadələr az, çox, xeyli, düzəltmələr tamamilə, dəfələrlə, bütünlüklə. Mürəkkəblər çox, 2, az, çox, 1-ə 5, azdan, çoxdan kimi. Yadda saxlamaq lazımdır ki, morfoloji vahid olaraq səbəb zərfi anlayışı dilçilikdə yoxdur. Səbəb zərfli cümlə üzvüdür. Yəni, bax, zərfin mənaca necə növünü saydıq? 1, 2, 3, 4 məna növünü saydıq. Amma cümlə üzvü olaraq zərfliyin 5 məna növü var. Hətta bəlkə 6 da demək olar. Səbəb məqsəd zərfliyi. Bu zərfə aid deyil, zərfliyə aiddir. Səbəb zərfliyi cümlə üzvü kimi aşağıdakı formada olur. İstidən tərlədi. Nədən? Soyuqdan. Bu nümunədəki istidən, soyuqdan sözləri isimləşmiş sifət. Bax görürsən, nədən dedik? Soyuqdan. İsimləşmiş sifət. Soyuğun özü sifət. Lakin hal şəkilçisi qəbul edib isimləşib. Zərfin digər nitq hissələrindən fərqi. Bəzi sözlər cümlənin yerindən asılı olaraq isim və zərf, sifət və zərf, say və zərf, qoşma və zərf ola bilir. İsim və zərf olan sözlər səhər, axşam, gecə, gündüz, sabah sözlər buraya daxildir. Bu sözlər zaman mənası bildirdikdə nə vaxt, haçan, nə zaman suallarına cavab verirlər və zaman zərfi olurlar. Biz sabah gedəcəyik. Qışda köçəri quşlar isti ölkəyə uçur. Məlumdur ki, yerlik halda olan isimlər kimdə, nədə, harada suallarının birinə cavab verir olur. Amma yuxarıdakı nümunədə işlənmiş qışda sözü zərf kimi işlənir və buna görə də nə vaxt, haçan, nə zaman suallarına cavab verir. Səhər, axşam, gecə sözləri nə sualına cavab verəndə isim olurlar. Səhər açıldı, axşam düşdü. Amma axşam sizə gələcək olanda burada axşam zərf olur, zaman zərfi. Sifət və zərf kimi işlənə bilən sözlər. Gözəl, qəşəng, pis, yaxşı, bayaq dediyim kimi. Gözəl qız sifətdir, amma gözəl danışmaq tərz hərəkət zərfidir. Fe'lə aid olduğu üçün. Ona görə üstündə çox bilmirəm, dedik zaten. Say və zərf kimi. Az, çox, xeyli, bir qədər, biraz. Bunlar saydı da, miqdar say. Amma hərəkət olunur, miqdar zərfi olur. Az kitab, az danışmaq. Az danışmaq zərfdir. Az kitab saydı. Zərf və qoşma olan sözlər əvvəl, qabaq, sonra, bəri sözlər həm qoşmalı, həm də zərf kimi olur. Bu sözlər çıxış halda olan sözlə işlənərək müqayisə məzmunu bildirdikdə qoşma olur. Səndən əvvəl, bundan sonra, ondan qabaq qoşmadır bunlar. Əvvəl mən gəldim, sonra o. Bax, görsən, əvvəli qoşma olanda əvvəli ayrılıqda işlətmək olmur. Kimdən əvvəl? Səndən əvvəl. Çünki əvvəl axı köməkçi hissəsidir. Sadəcə özündən əvvəlki sözlə birlikdə tərkibə daxil olur. Əvvəl mən gəldim, sonra o. Burada əvvəli ayrılıqda işlətmək olur. Nə vaxt? Nə zaman? Zaman zərfi olur. Əvvəl. Zərf və ədat olan sözlər. Yalnız təkcə bir-bircə zərf həm də ədat olur. Yalnız sən mənə kömək edə bilərsən. Yalnız sən mənə kömək edə bilərsən. Ədat olur burada. O evə yalnız getmişdi. Yəni tək mənasında yalnız. Təkcə Akif işi öz xeyrinə həll etdi. Onun təkcə gəlməyi yaxşı olmadı. Burada tək mənasında. Burada heç kimdən gəlməyib də, alone, yalnız mənasında. Burada da Arif təkcə bircə dənə öz xeyrinə şey eləyib də, işləyib. Sadəcə öz xeyrinə. Zərf, sifət və qoşma olan sözlər. Doğru, yaxın, tək. Doğru danış zərfdir. Doğru söz, sifət. Evə doğru qoşmadır. Yönlü yanının işlənir, qoşmadır. Məkan mənalı isimlərdə yer zərflərini qarşılaşdırmamaq lazımdır. İsimlərlə yer zərflərini qarşılaşdırmamaq lazımdır. Kəndə, kənddə, kənddən tipli sözlər müvafiq olaraq yönlü, yerli çıxış hallarına isimdir bunlar. Gördünüz?
Yer zərfləri isə adətən bunlardır. Ora, bura, irəli, geri, aşağı, yuxarı, yaxın, uzaq və s. Zərflə fe'l bağlama qarışdırmamalıyıq. Zərf kimi fe'l bağlama da hərəkət müxtəlif cəhətlərdən izah edir. Fe'l bağlama tərzi, hərəkət və zaman zərfləri suallarına cavab verir. Bunları fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır. Fe'l bağlama fe'llərlə qoşulan qrammatik şəkilçilərin vasitəsilə düzəlir. Fe'lə bir sıra xüsusiyyətlərini qoruyub saxlayır. Hərəkət bildirir, təsdiq inkar olur, təsir təsirsiz olur, qrammatik məna növlərinə olur. Məsələn, o qorxmadan irəliləyirdi. O cəsarətlə irəliləyirdi. Zərflə zərfliyi qarışdırmamalı. Gördün? Zərf morfologiyada da zərflik sintaktik termindir. Zərflik yəni cümlə üzvüdür. İkinci dərəcəli cümlə üzvü. Zərflik. Zərf isə əsas nitq hissəsidir. Bunlar tamamilə ayrı anlayışlardır. Zərfin cümlədə rolu. Zərflər cümlədə əsasən xəbərlə bağlı olur, yəni zərflik olur. İnadla susurdu. Nə edirdi? Susurdu. Necə susurdu? İnadla. Tərz hərəkət zərfliyi. Bəzən yer zərfi cümlədə sifətləşir, təyin olur. Yuxarı evi sən təmizlə. Nə? Təmizlə. Kim? Sən. Haranı? Hansı? Yox, hansı evi? Yuxarı evi. Haranı evi? Hansı evi? Yuxarı evi. Xəbər. Mənim evim aşağıdadır. Haradadır? Aşağıdadır. Mübtədə kimi yuxarılar bu qaydanı tətbiq edirlər. Tamamlıq kimi yuxarını Fatma dəyişdirəcək. Bax görsən, yuxarını ını gəldi, tamamlıq oldu. Zərfi morfoloji təhlil qaydaları. Morfoloji təhlil edən zaman birinci sualını, quruluş cədvəlini, məna cədvəlini, sintaktik rolunu yazırıq. Məsələn, o uşaqlara ötəri baxaraq yolunu davam etdi. Ötəri zərf quruluşçu düzəltmədir. Öt fe'lindən düzəlmişdir. Necə sualına cavab verir, mənaca tərcih hərəkət zərfidir. Fe'l bağlanan tərkib səs kimi tərz hərəkət zərfliyi rolunda iştirak edir. Sintaktik rolu da budur. Uşaq sevincək dilləndi. Sevincək nə tərzdə? Sevincək. Sualına cavab verir. Sevincək düzəltmədir. Fe'ldən düzəlib. Tərz hərəkət zərfidir. Sintaktik rolu zərflikdir. Belə.